Salam, hər vaxtınız xeyir. Şənbə dərsinin bu həftə üçün mövzusu həqiqətin yoxlanması. Heç dayanıb düşünmüsünüzmü ki, sizin mənəvi əlaqəniz, yəni ruhani bağınız əslində nə qədər güclüdür? Baxın, bugünkü təhlilimizdə məhz bu suala cavab axtaracağıq. Bu sanki öz daxili dünyamıza bir səyahət olacaq. Gəlin birlikdə bu dərin mövzunun içinə baş vuraq. Hər şeydən əvvəl gəlin bir anlıq dayanaq və belə deyək, özümüzə bir güzgü tutaq. Bu bölmə sırf özümüzü qiymətləndirmək üçündür. Özümüzə qarşı tam səmimi olsaq, harada olduğumuzu anlamaq üçün ilk addımı atmış olarıq. Gəlin elə birbaşa məsələnin özəyinə keçək və mənbədən gələn bu sualla başlayaq. Bugün Allahla münasibətinizi necə təsvir edərdiniz? Bu əlaqə canlıdır, istidir, möhkəmdir. Yoxsa bəlkə də biraz soyuyub, biraz məsafə yaranıb. Bir anlıq səmimi düşünün. Çünki bu suala verdiyiniz cavab əslində bundan sonra danışacağımız hər şeyin açarıdır. Yaxşı, bu ilk qiymətləndirmədən sonra gəlin dərsin ortaya qoyduğu çox maraqlı bir diaqnoza baxaq. İlıq olmaq. Yəni nə tam isti, nə də tam soyuq. Ortada bir yerdə. Bəs niyə belə bir vəziyyət mənəvi cəhətdən bu qədər təhlükəli sayılır? Gəlin aydınlaşdıraq. Baxın, burada 3 fərqli mənəvi temperatur var. İsti olanlar Allaha ürəkdən tam bağlı olanlardır. Soyuq olanlar isə onlar da mövqelərini gizlətmirlər, Allaha qarşı olduqlarını açıq-aydın bildirirlər. Amma ən problemli olanı dərsə görə ortadakıdır. İlıq. Bu o insandır ki, özünə arxayındır. Mənim heç bir mənəvi ehtiyacım yoxdur, deyir. Və Allah üçün ən dözülməz vəziyyət də elə budur. Əsas məsələ də elə budur. Bizim özümüzü necə görməyimizlə mənəvi reallığımız arasında dərin bir uçurum ola bilər. Bu ayə bu ziddiyyəti o qədər kəskin ifadə edir ki, biz maddi cəhətdən uğurlu, varlı olduğumuzu düşünə bilərik. Amma bütün bunların arxasında ruhani dünyamız isə əslində yoxsul, kör və çılpaq ola bilər. Dərsin bu məsələyə nə qədər ciddi yanaşdığını görmək üçün bu güclü metaforaya baxmaq kifayətdir. Yəni, bu ağzından qusacağam ifadəsi. İlıqlığın sadəcə bir zəiflik yox, tamamilə rədd edilən, dözülməz bir hal olduğunu göstərir. Çünki bu səmimiyyətdən çox uzaq bir vəziyyətdir. Yaxşı, diaqnoz aydındır. Bəs müalicə nədir? Çıxış yolu varmı? Əlbəttə, mətn bizi çarəsiz qoymur. Əksinə, İsa'nın çox səmimi, sevgi dolu bir dəvətindən və təklif etdiyi möhtəşəm bir mübadilədən bəhs edir. İsa'nın təklifi əslində inanılmaz bir sövdələşmədir. Deyir ki, sənin o saxta zənginliyini alıb, yerinə həqiqi dəyər olan odda saflaşmış qızıl verim. Sənin mənəvi ayıblarını, o çılpaqlığı, öz mükəmməlliyini təmsil edən ağ paltarlarla örtüm və korluğuna son qoymaq üçün, həqiqəti görə bilməyin üçün sənə mənəvi aydınlıq verən göz məlhəmi təqdim edim. Bu tam bir transformasiyadır. Və gəldi bütün bu təhlilin bəlkə də ən təsirli, ən səmimi anına. Bir anlıq təsəvvür edin. Kainatın yaradanı sənin ürəyinin qapısında durub onu döyür. O qapını qırıb zorla içəri girmir. Sadəcə səbirlə döyür və sənin onu içəri dəvət etməyini gözləyir. Məqsədi nədir? Səninlə yemək yemək. Yəni ən yaxın, ən səmimi dostluğu, ünsiyyəti bölüşmək. Bax, bu məqam çox vacibdir. Bunu unutmayaq. Bu bir məcburiyyət deyil. Bu səbirli və sevgi dolu bir xahişdir. Dərsin vurğuladığı kimi, o qapının dəstəyi yalnız içəri tərəfdəndir. Yəni qapını açmaq seçimi tamamilə 100% bizə aiddir. Yaxşı, bəs qapını açdıqdan sonra nə olur? Hər şey bitirmi? Əsla. Bu əlaqəni necə canlı saxlamaq olar? Dərsimiz bunun sirrini bizə bir kəlmə ilə açıqlayır. Qalmaq. Bu bir dəfəlik bir hadisə deyil. Bu həyat boyu davam edən daimi bir bağlılıq prosesidir. Bəs qalmaq nə deməkdir? Dərs bunun üçün çox güclü bir bənzətmə işlədir. Bir budağın üzüm tənəyinə, yəni kökünə bağlı qalması kimi. Bütün həyat, bütün güc,
Bütün qida ancaq və ancaq tənəkdən gəlir. Budaq o tənəkdən ayrılanda nə olur? Quruyur, heç bir işə yaramır. Bax, qalmaq məhz bu həyatı bağlılıqda, bu əlaqədə yaşamaq deməkdir. Yaxşı, bəs bu bağlılığın, bu qalmağın nəticəsi nədir? Dərsə görə nəticələr heyrətamizdir. Həyatımızda real, gözlə görünən bəhrələr, yəni müsbət dəyişikliklər yaranmağa başlayar. İçinizə dərin, tam bir sevinç hissi gələr və ən əsası, artıq qaydalara riayət etmək bir məcburiyyət olmur, sevgidən doğan təbii bir istəyə çevrilir. Bütün bunlar çox gözəl səslənir, elə deyilmi? Amma gəlin realist olaq. Bu bağlılığı öz gücümüzlə, öz iradəmizlə qorumaq demək olar ki, mümkün deyil. Bəs əsl güc mənbəyi haradadır? Gəlin bu gündəlik seçimi mümkün edən o qüvvəni araşdıraq. Və yəqin ki, hamımızın ağlında eyni sual var. Yaxşı, bu qədər işin, gücün, qayğının, stresin arasında bu dərin mənəvi əlaqəni necə canlı saxlamaq olar? Xoşbəxtlikdən, mənbə bu çox real, çox həyati sualı cavabsız qoymur. Cavab da budur, müqəddəs ruh. Dərsimiz bunu yenə o tənək bənzətməsi ilə mükəmməl izah edir. Müqəddəs ruh tənəyin içindəki o həyat verən şirə kimidir. Budaqlara, yəni bizə həyatı, gücü, böyümək üçün lazım olan hər şeyi təmin edən məhz odur. Başqa sözlə desək, biz öz gücümüzlə deyil, içimizdən axan bu ilahi şirə ilə yaşayır və bəhrə veririk. Yaxşı, bəs müqəddəs ruhun rolu konkret olaraq nədir? O bizim təsəlli vericimizdir. Çətin anlarda bizə güc verir. O İsa'nın kim olduğunu bizə daha dərindən başa salır. Səhv yola getdiyimiz zaman bizi məhəbbətlə xəbərdar edir və həqiqət yoluna yönəldir. Bir sözlə, o bizim daxili mənəvi bələdçimiz, kompasımızdır. Beləcə, bu dərin səyahətin sonuna gəlib çatdıq. Amma əsl iş indi başlayır. İndi top sizdədir. Bugün, elə indi o qapını açmaq, o səmimi əlaqəni qurmaq və ya bəlkə də yenidən canlandırmaq üçün hansı şuurlu seçim etməlisiniz? Atacağınız ilk addım nə olacaq? Bu sualın cavabı yalnız sizin ürəyinizdədir. Dinlədiyiniz üçün təşəkkür edirəm.